Salam dostlar. Bugün sizə yuxuda şirniyyat görməyin müxtəlif yozmalarını danışacaq. Hazırsınızsa başlayaq. Hər birimizin yuxuları var, elə deyilmi? Bəziləri qəribə, bəziləri isə çox maraqlı olur. Bəs sizə desəm ki, bəzi yuxularımızın gizli anlamları var. Məsələn, yuxuda şirniyyat görmək. Bugün sizə yuxuda şirniyyatın nə mənaya gəldiyini, hansı hadisələrin xəbərçisi olduğunu və daha nələr olduğunu izah edəcəyəm. Çox maraqlı olacaq, söz verirəm. Dostlar, əgər yuxunuzda şirniyyat gördünüzsə, bu çox gözəl bir işarədir. Şirniyyat həyatın bütün şirinliklərini, sevincini, xoşbəxtliyini simvolizə edir. Yəni, belə bir yuxu görmüsünüzsə, bilin ki, həyatınızda çox gözəl və xoşbəxt günlər sizi gözləyir. Amma unutmayın, bu sadəcə bir yozmadır. Əsas olan sizin özünüzü necə hiss etməyinizdir. Əgər yuxunuzda xoşbəxt idinizsə, bu, həqiqətən də çox gözəl bir işarədir. Dostlar, yuxuda şirniyyat görmək gözəldir, amma yemək daha da gözəldir, deyilmi? Əgər yuxunuzda şirniyyat yedinizsə, bu çox yaxın zamanda sizi çox sevindirəcək bir xəbər alacağınızı göstərir. Bu xəbər işinizlə, ailənizlə, sevgilinizlə və ya həyatınızın hər hansı bir sahəsi ilə bağlı ola bilər. Əsas odur ki, çox sevinəcəksiniz. Kim bilir, bəlkə də çoxdan gözlədiyiniz o mükafatı qazanacaqsınız. Chapter 3. Şirniyyat hazırlamaq, yaradıcılığınızı kəşf edin. Bəs yuxuda şirniyyat hazırlamaq nə deməkdir? Dostlar, bu yuxu sizin çox yaradıcı bir insan olduğunuzu göstərir. Əgər yuxunuzda şirniyyat hazırlayırsınızsa, bu sizin daxilinizdə böyük bir potensialın olduğunu və bu potensialı ortaya çıxarmaq üçün ideal bir zamanda olduğunuzu göstərir. Belə bir yuxu gördükdən sonra qorxmayın, yeni layihələrə başlayın, özünüzü sınayın. Kim bilir, bəlkə də çox böyük uğurlar əldə edəcəksiniz. Chapter 4. Şirniyyat mağazası, bolluk və rifahın simvolu. Dostlar, yuxuda şirniyyat mağazası görmək çox gözəl bir işarədir. Şirniyyat mağazası bolluğu, rifahı və maddi vəziyyətin yaxşılaşmasını simvolizə edir. Yəni, belə bir yuxu görmüsünüzsə, bilin ki, çox yaxın zamanda maddi vəziyyətiniz yaxşılaşacaq və həyatınızda bolluq və rifah dövrü başlayacaq. Chapter 5. Şirniyyat oğurlamaq, gizli arzularınıza diqqət edin. Amma dostlar, hər yuxu da yaxşı mənaya gəlmir. Məsələn, yuxuda şirniyyat oğurlamaq o qədər də yaxşı bir işarə deyil. Bu yuxu sizin daxilinizdə gizli arzularınızın və ya ehtiyaclarınızın olduğunu və bunları əldə etmək üçün doğru olmayan yollar axtardığınızı göstərir. Əgər belə bir yuxu gördünüzsə, özünüzü analiz edin, daxilinizdəki səsə qulaq asın və həqiqətən nələrə ehtiyacınız olduğunu anlamağa çalışın. Unutmayın, hər şeyin doğru yolu var. Şirin yuxular. Ümid edirəm ki, bu yuxu yozmaları sizin üçün maraqlı oldu. Əlbəttə ki, bunlar sadəcə yozmalardır və hər kəsin yuxusu fərdidir. Əgər siz də maraqlı yuxular görürsünüzsə, bizə yazmağı unutmayın. Bəlkə də növbəti videomuz sizin yuxunuz haqqında olar. Daha çox belə videolar üçün kanalımıza abunə olmağı unutmayın. Görüşənədək.